başımda kurdum. Dumandan özüme bir xeymə kurdum. Dumanlı dağları başımda kurdum. Dumandan özüme bir xeymə kurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çalar. şagirdler ve değerli konaklar. Bugün biz Azerbaycan'ın şanlı tarihinde kızıl harflerle yazılmış bir günü, Zəfər gününü qeyd edirik. 44 günlük Vətən müharibəsində ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə qazandı. Bu zəfər Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və haqlılığının təntənəsidir. Bu qələbə bizə şəhidlərimizin qanı bahasına başa gəldi. Gəlin şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik tutla Allah 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi tariximizdə yeni bir qəhrəmanlıq səhifəsi açdı. Bu zəfərin arxasında güclü ordu, birlik və ən başlıcası qətiyyətli liderlik dayanırdı. Həmin lider İlham Əliyev idi. 44 günlük müharibə zamanı prezident həm Ali Baş Komandan, həm də xalqla birlikdə olan lider kimi çıxış etdi. Hər gün xalqa müraciət edir, azad olunan kənd və şəhərləri elan edir, orduya dəstək verirdi. Bu, xalqda böyük ruh yüksəkliyi yaradırdı. Bugün büyük gururuyla diyebiliriz ki Füzuli bizimdir, Cebrail bizimdir, Zengilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçin bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Çıxış üçün söz
söz verilir məktəbimizin direktoru Tahirə xanım Şükrəvaya. Hörmətli qonaqlar, əziz şagirdlər, əziz valideynlər. Bugün tariximizin elə gözəl bir gününə, elə böyük bir gününün anılmasına, qeyd olunmasına yığışmışıq ki, bu günü hansı dillə təsvir eləsək də o günün böyüklüyünü demək mümkün deyildir. Bugün 8 noyabr Zəfər gününə yığışmışıq. 8 noyabr Zəfər gününə düz 5 il bundan qabaq hamımızın, bütün Azərbaycan xalqının, bütün dünya Azərbaycanlılarının gözünə işıq gəldi. Xalq özünün itirilmiş, 30 ildən artıq düşmən tapdağı altında olan torpağına qovuşdu. Bu bizim Ali Baş Komandanımız İlham Əliyev cənablarının dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqının, müzəffər Azərbaycan ordusunun və şəhidlərimizin qan hesabına alındı torpaqlar. Əziz balalarım, mən həmişə demişəm, bu gün də deyirəm. Ümmilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün çox böyük işlər görürsü. Onu saymaqla qutarmaq mümkün deyil. Amma ümmilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına elədiyi ən böyük yaxşılıq, ən böyük iş İlham Əliyev kimi bir lideri Azərbaycan xalqına bağışlaması və özünün əziyyətlə qoruyub saxladığı müstəqil Azərbaycanı, qurduğu Azərbaycanın layiqli davamçısı İlham Əliyevə etibar eləməsi oldu. Məhz onun, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu quruldu. Azərbaycan ordusu inkişaf elədi və Azərbaycan ordusu torpaqlarımızı azad elədi. Orada şəhid olan, qazi olan, vətən torpağını azad edən insan, gənclər Azərbaycan təhsilinin məhsulu idi. Neçə illər Azərbaycan təhsilində 20 yanvar faciəsini, Xocalı faciəsini, alınan torpaqların il dönümünü qeyd edə-edə valideynlərlə bərabər Azərbaycan təhsili mübariz gənclər yetişdirdi. Bax, həmin gənclər də hörmətli prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğu altında birləşərək, onun ətrafında xalq birliyi yaradaraq o torpaqları azad elədi. Bugün dünya Şuşanın alınmasını öyrənir. Dünya hər tarixində Şuşanın alınması qədər heç bir böyük cəsarət, böyük iş yoxdur. Hörmətli prezidentimizin dediyi kimi, orada tankdan, topdan qabaq ürəkli Azərbaycan gəncləri vuruşurdular və onlar o torpaqları azad elədi. Və bugün biz Azərbaycanımızın azad torpaq, bu azad olmaq təkcə son 30 ilin deyildi. Son 300 ilin tarixində ən böyük qələbə idi. Bəli, Azərbaycan xalqı qoçaq xalqdır, qalib xalqdır, güclü xalqdır, öz əsgərinin, öz zabitinin, öz torpağının arxasında dayanan xalqdır. Amma Azərbaycan xalqı illərlə itirilən torpağı geri qaytarmıyor. Amma son 300 ildə ilk dəfə olaraq məhz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında biz itirilən torpaqları qaytardıq. Bu çox böyük qələbə idi. Və bu qələbənin nəticəsini bu gün çox uğurla qeyd edirik. Bilirsiniz ki, qələbənin il dönümü ilk dəfə Xan kəndində qeyd olundu. Xan öz kəndinə qayıtdı. Qayıtdı və orada bütün dünyaya çəkdi ki, bu mənim torpağımdır, mən burada qələbə paradını qeyd edirəm. Bu isə Bakının, Azərbaycan mərkəzində qeyd olunacaqdı o parad. Və İlham Əliyev bu qələbəsi ilə təkcə xalqını azadlığa çıxartmadı. Həm də xalqını dünya xalqlarının ən yüksəyinə qaldırdı. Öz kiçik ərazisi ilə Azərbaycan dövlətini böyük dövlətlərin sırasına qaldırdı İlham Əliyev cənabları. Bizim bu son vaxtlar baş verən hadisələr bu qələbənin nə qədər böyük, nə qədər dəyərli olduğunu bir daha bizə göstərir. İstər avqustun 8-də Amerikada İlham Əliyevin Trumpla görüşündə
Trump'ın İlham Əliyevə göstərdiyi diqqətə, Ali Baş Komandanımıza, prezidentimizə göstərdiyi diqqət, istər Misirdə keçirilən görüşdə, o boyda dünyanın döyünən ürəyi olan Amerikanın prezidenti çönür İlham Əliyevin qarşısına çönür və onunla danışır. Bu bizim liderimizin, bizim prezidentimizin nə qədər böyük insan olduğu, nə qədər bu xalqını sevdiyi, nə qədər bu xalqa xeyir verdiyinə ən gözəl misaldır. Əziz balalarım, həmişə demişəm, yenə də deyirəm, fəxr edeyim, prezidentimizin arxasında olun. Siz bilirsiniz ki, mən Kəlbəcərdənəm. Mənim qardaşım milli qəhrəmandır. İllərlə mən bu məktəbdə artıq 15 ildir işləyirəm. Amma heç vaxtı mən o ağrıdan danışa bilməmişəm. Çünki həmişə fikirləşmişəm, şəhid oldu. Torpağı da düşmən tapdağı altında qaldı. Özü də, qəbri də düşmən tapdağı altında. Nə deyim, nədən danışım? Amma bu 2020-dən bəri çox qürurla, çox fəxrlə deyirəm. Bu qələbə təkcə Vətən müharibəsi şəhidlərinin deyil, eyni zamanda 90-cı ildə şəhid olanların da ruhunun şad olduğu bir qələbədir. Çünki illərlə bu günü gözləyən şəhid bacıları, şəhid anaları, şəhid qardaşları, şəhid övladları məhz ümummilli liderimizin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında öz şəhidlərinin qanı alındığı günü gördülər. Orada göstərirlər, zəhmət olmasa göstərin. Mən bunu həmişə demişəm, bu qələbənin böyüklüyünə bütün Azərbaycan xalqı fəxr edir, bütün Azərbaycan xalqı sevinir. Dünyada yaşayan bütün, amma o qələbənin böyüklüyün nə biz şəhid anabacıları qədər, nə də qaşqın köşkünlər qədər heç kim dərk eləyə bilməz. O evə zəhmət olmasa qaytarın nə olur? Bax, bu bizim atamın evidir. O vaxtı orada. Ermənilər, erməni xislətinin dəhşətini, erməni xislətinin, baxın, o ev söküblər, yaşayırsınız, yaşayın da. Bax, o daxmanı tikiblər orada, o böyründəki daxmanı. Gedəndə də o daxmanı yandırıblar və bütün Kəlbəcərlər axı böyüyən gəç nəsil bilmir. Gedəndə deyir ki, Şurovun evini çıxanda yandırıblar, o daxmanı deyirlər. Amma buna baxmayaraq, mən yenə də deyirəm, bax, əziz balalarım, bəlkə də mən sadəcə bunun böyüklüyünü dərk eləmək üçün özümdən misal gətirəm isə, adamın əlindən bir fincanı düşüb itəndə və yaxud sınanda, adam onu gözü axtarır hər yerdə. Amma o boyda evdən getmişəm, əsər əlamət yoxdur orada. Bir dənə də əsər əlamət yoxdur. Başqa evlərdə yenə də tutmuş daxma var, amma bizim evin daşını aparıblar. Bilmirəm, erməni xislətidir, niyə onu aparıblar. Amma qəlbimdə elə böyük sevinç var idi ki, elə böyük minnətdarlıq var idi ki, onu heç bir sözlə, heç bir ifadə ilə ifadə eləmək mümkün deyil. Çünki o sizin həsrət qaldığım qardaş qəbrini getdim, gördüm. Dağılmış evimi gördüm, amma torpağıma, öz torpağıma ayaq bastım. Bax, bunun nə qədər böyük olduğun, böyüyən gəç nəsil ürəkdən dərk eləməlidir və həmişə Ali Baş Komandanımızın arxasında olmalı, gündən günə inkişaf edən ölkəmizin inkişafına kömək eləməlidir, öz savadları ilə. İndi sizə şəhid olmaq lazım deyil, torpaqlarımız azaddır. İndi sizə vuruşmaq lazım deyil, torpaqlarımız azaddır. Amma sizə yaxşı oxumaq, Azərbaycanımızın bayrağını daha yüksəklərə qaldırmaq lazımdır. Bir də İlham Əliyevin bu Vətən müharibəsi qələbəsindən sonra hər bir gəncə bir örnəkdir. Ailə olaraq bir örnəkdir. Hamımız ondan öyrənməliyik. Kəlbəcərdə mən yenə də öz torpağıma qayıdıram. Kəlbəcərdə getmək üçün Murov dağ silsiləsini keçməyə bəzən də Kəlbəcərli qadınların da ona gücü çatıb ora getməyə qorxurdular. Amma İlham Əliyev özünün layiqli silahdaşı Mehriban xanım Əliyeva ilə həmin Murov aşıtını keçdi, cəsarəti bütün hamıya sübut elədi ki, torpaqlar alınıbsa, onun yiyəsi ona yiyə durmalıdır, qayıdıb orada olmalıdır. Getdi və arxasınca da bütün Azərbaycan ordusu
Azərbaycan xalqı öz torpaqlarına döndü. Və İlham Əliyevə layiqli silahdaş olan Mehriban xanım da sübut elədi ki, bəli, Azərbaycan qadını Sara xatun kimi öz övladının, öz həyat yoldaşının yanındadır və o heç nədən qorxmadan getdi Kəlbəcərə. Və Kəlbəcərin relyefini bilən hər bir adam, ola bilsin ki, mən vətənimdən danışıram başqadır, amma mən bunu bildiyim üçün bunu çox dəqiq danışıram. İsti suyun başının üstü Basarkeçər rayonudur. Basarkeçər rayonundan isə Lüboy snayperlə istənilən adamı vurmaq olar. Çünki o hündür dağdadır, isti suda dərənin dibindədir. İlham Əliyev Mehriban xanımla orada getdi. O gələnəcən mən qurban demişdim. Çünki hər bir ağacın dalında bir snayper dayana bilərdi. O heç nə ilə qoruna bilməzdi. Amma cəsarət timsali İlham Əliyev öz atası Heydər Əliyev ki, nəfəri 20 yanvarda o Kremlin labirintindən çıxdı getdi. 20 yanvar faciəsini xalqa müraciət edərək xalqın başına gətirilən faciəni dünya göstərdi. İlham Əliyev də bax, atasından gələn o qatmazlıq dərsini bütün Azərbaycan xalqına göstərdi və sübut elədi ki, almışıq, orada olmalıyıq, qoşmaq lazım deyil və bunu da elədi. Bax, buna görə prezidentimizin arxasında olmaq, bu zəfərin böyüklüyünü bilmək, bəli, şəhidlərimizin qanı hesabını olub və məndən çox şəhid verən yoxdur. Həm şəhid bacısıyam, həm öz əlimdə böyütdüyüm baldızımın yoldaşı vətən müharibəsini 40 yaşında vətən müdafiə eləməyə getir, öz ərzisi ilə, öz tərkili ilə. Amma bir onu demək istəyirəm ki, qabaqda lider, igid olmasa, nə qədər şəhid qanı axır-axsın, o torpaq azad ola bilmir. Həmin illərdə, 90-cı illərdə 6000 şəhid vermişdi Ağdan. Bəs niyə azad olmaz? Çünki qarşısında lider yoxdur. Qarşısında ona aparan lider yoxdur. Ona görə də şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bəli, onların qanı ilə yoğrulmuş torpağı qorumaq bizim borcumuzdur. Hər bir Azərbaycana, hamımız onlara borçluyuq. Və İlham Əliyevin arxasında sıx birləşib bu qələbəni daha böyük gələcəyə aparmaq lazımdır. Və bu qələbədə ən çox ruhu şad olan insan isə milli liderimiz Heydər Əliyevdir. Çünki o etibar elədiyi Azərbaycan torpağına, ona özüm qədər inanıram dediyi İlham Əliyev cənabları bizi öz torpaqlarımıza qovuşturdu. Yaşasın Ali Başkomandanımız İlham Əliyev cənabları, yaşasın Azərbaycan, Qarabağ Azərbaycanı. Bu böyük qələbəni Azərbaycan xalqı 30 il gözlədi. Böyük zəfərimiz qələbəsini Azərbaycan ordusu 2016-cı il aprel döyüşlərində qazandı. Hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində 2000 hektardan çox ərazi azad edildi. Bununla da erməni rəhbərlərinin keçilməz müdafiə səhti haqqında mit alt-üst edildi. Aprel döyüşlərinin il dönümü ərəfəsində məktəbimizdə tanınmış yazıcı türkoloq Günel Anar qızı ilə görüş keçirilmişdir. Görüşdə Günel xanımın Qarabağ hekayələri silsiləsindən keçmişə sarı əsərinin motivləri əsasında məktəbimizin direktoru Tahirə xanımın təşəbbüsü ilə tarix müəllimi Tanrıverdiyə və Gülnarə müəllimənin ssenarisi ilə məktəbimizin şagird, müəllim və kollektivin digər üzvlərinin iştirakı ilə çəkilmiş film nümayiş olunmuşdur. Müəllifin icazəsi ilə filmin əvvəlinə ümumilli liderimiz Heydər Əliyevin müstəqilliyimizin əbədi olması haqqında çıxışı, filmin sonuna isə epiloq əlavə olunmuşdur. Epiloqda böyük zəfərin yaxında olmasına ümid ifadə edilmişdir. Gəlin həmin filmin fraqmentlərinə və zəfərdən sonra film haqqında ATV-nin reportajlarına bir yerdə baxaq.
Sen neyse, neyse. Afiyeciğim. Gözünü saydı balaş dayı, gözünü saydı Gonca hanım. Выше голову балаш дает, выше голову Gonca hanım. Выше голову, мои родные, у меня добрые вести, хорошие вести. Для вас, для всего азербайджанского народа. Наша славная армия освободила высокие Ляля-Татар, Алуш-Татар, Сейсван-Татар. Доблестные азербайджанские воины развеяли миф о могуществе армянской армии. Честь и хвала им, низкий поклон. Недалек тот день, когда мы освободим все наши земли от армянских захватчиков, восстановим разоренные города и села, и снова зазеленеют поля и зацветут сады. Высохнут слезы матерей, закроются раны на сердце азербайджанского народа. Этот день совсем близок, осталось совсем немножко, совсем чуть-чуть. Аминь. İnşallah. Geçmişe sarı yazıcı Güneylan Ardızının Qarabağ hekayələri silsiləsindən olan növbəti hekayəsi əsasında çəkilən film bugünkü günə səsləşir. Əməkdaşımız film haqqında hazırladığı süjeti izləyək. Geçmişe sarı yazıcı Güneylan Ardızının müxtəlif dilləri tərcümə edilən, dünyanın bir çox ölkələrində çatdırılan Qarabağ hekayələri silsiləsindən növbəti əsərdir. 2017-ci ildə növbə qəhrəman Rafiq Nəsrəddinov adına 39 saylı məktəbin şagirdləri hekayə əsasında film əksəyə gətirirlər. Filmdə qəhrəmanları da elm məktəbin şagirdləri canlandırırlar. Geçmişe sarı hekayəsi ailənin yeganə övladı, cəbhəyə könüllü yollanan və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Məsih adlı gənclər vəsidir. Şəhidin valideynləri oğullarının itkisi ilə barışa bilmir. Onlar oğullarının mövcud olmayan məzarı ilə vidalaşmaq üçün son qəbirlərinə Gəncə qatarına, oradan da Şuşaya getmək üçün bilet alır. Geçmişe sarı üst tuturlar. Hekayənin müəllifi Günel Anarqızı söyləyir ki, əsər bugünlə də səsləşir. Rəmzi mənada daşıyan məqamlar var. Onlardan biri şəhidin müharibəyə getməmiş, evinə divanından bizim bayrağı asmamızdır. İndi biz görürük ki, bütün şəhərimiz bizim bayraqlarımızla bəzədilir. Hər yerdə bizim bayraqlarımız görünür. O zamanlar belə deyildi, amma bu da bir rəmzi məna daşıyır. Və mənə elə gəlir ki, ümumiyyətlə həyatda heç bir şey əbəs yerə olunmur və hər şey öz ədalətli sonundan gəlib çatır. Bilirik ki, indi biz ədalətli şəkildə qələbəmizi bir edirik. Qarabağ bizi keçmişə sarı apardı. Bundan sonra isə gələcəyə də götürəcək. Ülviyə Heydərova, Mədəniyyət xəbərləri. Film 2017-ci ildə çəkilmişdir. Düz 3 il sonra Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu dəmir yumruq əməliyyatını həyata keçirərək 30 il işğal altında olan torpaqları azad etdi. Gəl nişanlı günləri birlikdə yad edək.
Azərbaycan, Armeniya, Hamın, Alev başladı. Azərbaycan ərazisindəyiz. Yaşınlarımızı bir dəfə boyu hər sütun əməliyyatına başlaması barədə qərar verin. Azərbaycan Respublikasına bütün ərazisində hərbi vəziyyət elan etsin. Bəzi torpaqlar işğaldan azad olmuş. Bizim əsgərimiz silahkar əsgər. Biz haqlıyız, biz zəfər çalacaq. Ermənistan Silahlı Qüvvələri tərəfindən yenidən müraciət başlasın. Günahsız insanların qisası yenə döyüş meydanında alındı. Talış kəndi ətrafındakı yüksəklikdə işğaldan azad edildi. Azərbaycan əskərinin ayağı bu dəqiqə Cəbrayıl torpağındadır. Cəbrayıldayım. İşğaldan azad olunan torpaqlarımızda Ne oldu bakımlar? Yol çekilsince Cəbrayıl'a. hal-hazırda Füzuli rejimi. Bu varlıq artıq bizimdir. Əziz Kuşar, sen azadsın. Əziz Kuşar, biz qayıtmışız. Əziz Kuşar, biz seni dirçələcək. Kuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Uzun illər işğal altında olan Qarabağ heç bir zaman bizim qəlbimizdən çıxmadı. Hər zaman dedik ki, Qarabağ Azərbaycandır. Bu sözlər təkcə bizim haqqımız deyil, həm də tarix həqiqətimizdir. 2020-ci ildə baş verən Vətən müharibəsində qəhrəman əsgərlərimiz Qarabağı şəhidlərimizin qanı bahasına azad etdi. Şuşa, Zəngilan, Füzuli, Cəbrayıl və digər torpaqlarımızı geri qaytarıldı. Bugün Qarabağda yenidən həyat bərpa olunur. Məktəblər, yollar, evlər tikilir. Artıq Xarı Böbür festivalı Şuşada keçirilir. Bu bizim mədəniyyətimizin və qürurumuzun qayıdışıdır. Biz gənclər bu torpaqları tanımalı, sevməli və gələcəkdə onları qorumalıyıq. Qarabağ bizimdir, əbədi bizim olacaq. Sözümü Azərbaycan xalqının birliyini və gücünü ifadə edən bu şüarla bitirirəm. Qarabağ Azərbaycandır. Dünyanı heyrinə salan 44 günlük müharibə 10 milyonluq Azərbaycan xalqını, Ali Baş Komandanı, müzəffər ordumuzu bir yumruq kimi birləşdirdi. 10 milyon ürək bir ürək kimi çırpındı. Hələ öz mövqesində üzərinə düşən işini yerinə yetirdi. Ön cəbhədə əsgərlərimiz misli görünməmiş şücaət, qəhrəmanlıq göstərdi. Əsgərlərimiz hər dəqiqə Azərbaycan xalqının dəstəyini hiss edir və görürdü. Dövlətimiz onları silah-sursatla yanaşı, keyfiyyətli yemək və paltarlarla təmin etsə də, onlar daima mülki əhəlidən müxtəlif sovqatlar alırdı. Dağda xörəklərdən, yun corablardan başlayaraq, şagirdlərdən sevgi dolu məktublara qədər. Unutmayaq ki, həmin dövrdə insanlar karantin şəraitində yaşayırdılar.
Ancaq buna baxmayaraq, əskərlərimiz öz dəstəklərini ifadə etməyə yol tapırdılar. 2020-ci ildə məktəbimizin 6 əsrlik şagirdləri, əskərlərimizi belə təbrik edirlər. Gəlin bir yerdə baxaq. Qəhrəmandır, qorxmazdır, mərddir, yenilməzdir, rəşadətlidir, Azərbaycan əsgəri, qalibdir. Qazilərimizə Allahdan şəfa bilməlidir. Şəhidlərimizin ruhu qarşısında baş əyilir. Başşəhərin Rasul Nəsrəddin obadına orta məktəbin 6 A-sınıf şagirdləri və tarix müəllimi Taqverdiyeва Gülnara müəllimə qələbə günü münasibəti ilə bu videoroyucu müzəffər ordumuza həsr edilir. İndi gəlin şagirdlərin təqdimatında Şuşaya qayıdış, Zəfər Sevincli adlı kompozisyaya baxaq. Beləliklə qarşılayın Natavan, Ağabəyim ağa, Xarı Bülbül, Üzeyir Hacıbəyli və müasir gəncimiz. Bu dağlar, bu yollar, bu yer mənə doğmadır. İllərdir ki, qəlbim Şuşa həsrəti ilə yanırdı. Bu torpaq mənim şeirlərimdə, göz yaşlarımda yaşayırdı. İndi isə azad nəfəs alırım, azad Şuşada. Bu zəfəri bizə yaşadanlara min təşəkkür. Qarabağ mənim də qəlbimdə bir nəğmə idi. İşğalda olan bu torpaqlar üçün göz yaşları tökdüm. Amma ümidimi heç zaman itirmədim. Bugün azad Şuşada sizinlə olmaq mənim üçün böyük xoşbəxtlikdir. Tarix yazıldı, vətən öz doğmalarını qucaqladı. Əziziyəm Qarabağ, Şəki, Şirvan, Qarabağ, Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Mən bu torpağın göz yaşlarından bitmişəm. Mən həsrətin, səbrin, zəfərin çiçəyiyəm. İllərdir gizlənmişdim, susmuşdum. Amma indi Şuşa azaddır, mən də yenidən açılmışam. Musiqi xalqın ruhudur. Şuşa isə Azərbaycan musiqisinin beşiyidir. Mənim bəstələrim, muğamlar bu torpağın nəfəsində doğur. İndi Şuşada yenə musiqi var, yenə həyat var. Bu torpaqda yenidən sənət danışacaq. Mən azad Şuşanın övladıyam. Sizin yazdıqlarınızı oxuyuram, musiqinizi dinləyirəm. Biz bu torpaqları qoruyacağıq, yaşadacağıq. Siz bizə ilham verdiniz, biz Şuşaya həyat verəcəyik. Biz Şuşanın sabahı, ümidiyik. Bu sevincə görə Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirik. Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Zəfər, bir millətin inamla, qürurla, fədakarlıqla qazandığı ən böyük dəyərdir. 2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən parlaq səhifələrindən birinə imza atdı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız, əskərlərin qeyrəti, şəhidlərin qanı, anaların duası ilə işğaldan azad edildi. Bu zəfəri bizi yaşadanlar adlarını tarixə qızıl hərflərlə yazdıran qəhrəman oğul və qızlarımızdır. Onlar soyuq dağlarda, səngərlərdə, o dalıq içində vətən torpağı üçün canlarını əsirgəmədilər. Onlar üçün vətən hər şeydən uca idi. Onlar öz həyatlarını bizə, azad sabahımıza, milli qürurumuza, gələcək nəsillərimizin başı ucalığına bağışladılar. Hər bir şəhidin arxasında bir ailə, bir ana, bir ata və bir ömürlük həsrət qalır. Amma həsrət eyni zamanda qürurla doğulur. Çünki onların ataları, qardaşları, övladları bu torpaqlarımız üçün ölümsüzlük qazandı. Şəhidlər torpağa düşmədilər, torpaq oldular. Onların qanunəsi vardan bu da şəhid indi daha müqəddəs, daha azaddır. Qazilərimiz isə həm qəhrəmanlıq, həm də dözüm simvoluna çevirdilər. Onların bədənlərinin bir parçasını itirsələr də, ruhlarını əsla itirmədilər. Onların hər biri yaşayan dastandır. Hər biri vətən sevgisinin canlı sübutudur. Onların baxışlarında həm ağrı, həm də qürur var. Çünki onlar o torpaqları azad görməyin sevincini yaşadılar. Bu zəfərdə həmçinin xalqın birliyi, dövlətin qüdrəti, ali baş komandanın dəmir iradəsi də mühüm rol oynamışdır. Bütün xalq bir ürək kimi döyündü, bir ana uğrunda birləşdi. Bayrağımız yenidən Şuşada, Kəlbəzərdə, Laçında dalğalandı. Minlərlə insanın göz yaşına qarşın o bayraq artıq azadlıq simvoludur. Bugün biz rahat nəfəs alırıqsa, sabahımıza inamla baxırıqsa, bu o qəhrəman əskərlərin sayəsindədir. Bizim borcumuz onların yolunu davam etdirmək, qoyub getdik dəyərlərə sahib çıxmaqdır. Yaşasın Ali Baş Komandamız! Yaşasın Azərbaycan ordusu! Yaşasın qəhrəman əskərlərimiz və qazilərimiz! Qarabağ Azərbaycandır! Hər bir xalqın tarixində qəhrəmanlar olur. Bizim qəhrəmanlarımız şəhidlərimizdir. Onlar vətən azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban veriblər. Biz deyirik, şəhidlər ölməz, vətən bölünməz. Bu sözlər sadəcə şüar deyil, bu xalqımızın inamı, birliyi və ruhudur. Çünki şəhidlər öz qanları ilə tarix yazıblar, vətən üçün ölməzliyə qovuşublar. 2020-ci ildə baş verən vətən müharibəsində yüzlərlə qəhrəmanımız şəhid oldu. Onların sayəsində Şuşa və digər torpaqlarımız azad olundu. Bugün biz onların bizə miras qoyduğu azad Qarabağda qürurla Qarabağ Azərbaycandır deyə bilirik. Biz gənclər şəhidlərimizin yolunu davam etdirməli, vətəni sevməli, onu qorumağa hər zaman hazır olmalıyıq. Onların ruhunu yalnız belə yaşada bilərik. Unutmayaq, vətən uğrunda ölənlər ölməz, vətən isə heç zaman bölünməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Vətən müharibəsində qələbənin qazanılmasında Ali Baş Komandanın dəmir yumruğu ətrafında vətən torpağını düşmən tapdağından azad edən, şəhid olan və qazi olan vətənpərvər Azərbaycan gənci məhz Azərbaycan təhsilinin yetişdirdiyi gənclərdir. Azərbaycan müəlliminin həmin gənclər barədə düşüncəsini İbtidai sinif müəlliməmiz Aytən Rəfiyevanın timsalında məktəb və valideyn birliyi əsasında çəkilmiş filmi izləyək.
geçtiler. Azadlığını şerefle kazandılar. Şehitlerin alınmazlığı qalası. Vətən, xoşbəxt bugünün qürurlu dönemi var. Döneminden güc alan uğurlu bugünün var. Azərbaycan, qəhrəmanlar ölkəsi, şərəf abidəsən. Bu şərəfli tarixinlə zirvədəsən, əbədisən. Şəhidlərin nur yerində Azərbaycan. Müharibəsindən sonra yeni sözlər, yeni ifadələr yarandı. Belə ifadələrdən biri də Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanın ata vəsiyyətini yerinə yetirdim ifadəsidir. Ulu Önder Heydər Əliyevin qəbrini ziyarət etdik. Onun ruhu qarşısında baş əydik. Yüreğimdə dedim ki, xoşbəxt adamım ki, ata vəsiyyətini yerinə etdim. Şuşanı azad etdim. Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik. Təsəvvür edelim. Sənin kimi Fatih zaman yetirməz bir də. Hac ədalət çarpısı, tarix yazan sərkərdə. Səndən ilham güc alır, zabit, əskər səngərdə. Hərb və sülh meydanında, tarix qələbə çalan adam. Cənab Ali Baş Komandan. Düşmənimiz baş əyir, sən and içən bayrağa. Sənin azad etdiyi hər bir qarış torpağa. Anamız Azərbaycan, qovuşur Qarabağa. Qalmayacaq qisassız, hər damla tökülən qan. Cənab Ali Baş Komandan. Getdiyim bu şanlı yol, ulu öndər yoludur. Sənin ordun yenilməz, sənin xalqın uludur. Yaşasın Azərbaycan, arzun amalın budur. Milyon milyon ağızdan səslənir xeyir duan. Cənab Ali Baş Komandan. Sən yalnız tək deyilsən, dağ kimi millətin var. Sabaha addımlayan müstəqil dövlətin var. Bircə sözün əmrinlə bu xalq ayağa qalxar. Səninlə Azərbaycan bir könüldə iki can. Cənab Ali Baş Komandan.
gücünün, xalqımızın birliyinin və torpaqlarımızda olan sevgimizin simvoludur. Biz bu qələbəyə görə müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və igid əsgərlərimizə borcluyuq. Qarabağ Azərbaycandır, zəfər gününüz mübarək. İndi isə sözü tədbirimizdə iştirak edən hərbiçimiz General-Mayor Münasib Babayevə Vətən Müharibəsi iştirak. Münasib Babayevə verir. Hər birinizi salamlayıram və eşidebilirsiniz də arkadaşlar. Birinci başta Tahirə xanım olan bütün kollektivizi Zəfər günü münasibətilə təbrik edirəm. Bu tədbir çox gözəl bir tədbirdir. Gələcəkdə burada oturan gözəl balalar, şagirdlər, gələcəyin rəhbər vəzifələrində olan şəxslərdir. Bu günlərsi burada oturan bir şagird bir neçə ildən sonra gələcəyin nazirləri, generalları olacaq. Və mən burada belə fürsətdən istifadə edib, sağ olsun dəvətə görə Tahirə xanım da, qısaca mən sizin birlikdə olmanız kimi çıxış etmək istəyirəm. Və indi hər halda bu sağ olsun Cənab Ali Baş Komandanımızı bu ali rütbəyə məni layiq gördüyü üçün bu ali rütbəyə gəlib çıxan bir neçə dəqiqəlıq sizin şagird olaraq yadınıza salım ki, bir neçə illər bundan qabaq mən bir kənd rayonların birində sizin kimi şagird olmuşam və o zamanlar düşünməmişəm ki, gələcəkdə mən hər hansı bir posta gəlib çıxa bilərəm. Ancaq o zamanlar sizdən fərqli olaraq soğuk qış aylarında, belə havalarda kənd həyatında olanlar bilir, hər halda doğmaları kənddə yaşayanlar bilir, kəndin öz çətinlikləri ilə bərabər biz təhsil almışıq. Təhsil alaraq mən evin kiçiyi olduğum üçün böyük qardaşlar Bakıda oxuyarkən, Kəmailli liseylərdə oxuyarkən, onlar hər dəfə gəlib, kəndə gələrkən mənim birinci hazırlığım evin kiçiyi olaraq dərslərimi hazırlayırdım ki, əsasən də riyaziyyat fənnindən suallar verilirdi mənə. Siz indi o məsələləri məndən daha yaxşı bilərsiniz və bəlkə də mənim unutduqlarım var. Tənliklər hazırlayırlardı. Hər kəs evdə, ailədə sevinirdi doğma qardaşların gəlişinə. Mən isə həyəcanlı şəkildə, necə ki, burada bizim gözəl balaların həyəcanlı çıxışlarını görürüm. Həmən formada mən tənliklərin həllini fikirləşirdim ki, görəsən neçə tənlik verəcəklər ki, mən bunun həllini bitirməliyəm, ondan sonra təqdim etməliyəm böyük qardaşlarıma və onlar məni alqışlamalıdır və yaxud tənbih eləməlidir və ondan sonra cavan oğlanlar eşitsin. Keçirdik turnik var idi, həyətdə ağaçda düzəltmişlər, turnikin yanı. Deyirlər ki, gəl burada dağıtdır, burada bunu elə, bunu elə, bunu elə, sonraki ürək işinə qiymətləndirirlər, 3 günlük. Beləcə bir kənd rayonundan bir addım gəlib çıxmışıq biz bura və bu günlərə şükürlər olsun ki, bu mənim həyatımda 90-cı illərin əvvəllərində hərbi xidmətə başlamağım olub və o burada o zamanlar Qarabağ müharibəsinin ilk başlanğıcı olub. Məndən öncə Tahirə xanım, Allah rəhmət eləsin, öz doğma qardaşı haqqında, digər şəhidlər haqqında dedi, o vaxtki qəhrəmanlıqlardan biri. Bilirsiniz ki, o zamanlar bir dövlətin elə bir çətin dövrü idi ki, bir Sovetlər Birliyindən ayrılmış bir dövlət çətin vəziyyətdə öz büdcəsini tuta bilmir, büdcəni də idarə edən o vaxtı ki, insanlar dağıdır, sağa sola istiqamət düzgün irəliləmir və ölkə xaosa gedir. Və həmən dövrlərdə ölkə müharibə şəraitində düşdüyü üçün və o zamanlar siz elə bilməyin ki, bizim qəhrəman əskərlərimiz, zabitlərimiz döyüşürdü. Ancaq onları düzgün idarə edən şəxslər yoxdur. O zamanlar
onları bir istiqamətə toplayıb, bir yumruq altında idarə edən şəxslər yoxdur. O zamanlar bölgələrə bölünməyə daha meyilli insanlar yaradırlar. Bu da hamısı qarşı tərəfdən düşmənin apardığı siyasət idi. Həyat elə gətirdi ki, biz 30 ilə yaxın gözlük və o dövrlər ərzində pillə-pillə hazırlıqlar getdi, həyat gətirdi, çıxartdı və ayaqları çıxış etdiyiniz kimi 2016-cı ildə Lələtəpə döyüşlərində bizim ilk qəhrəmanlıq simvolu göstərdi ki, düşmənin illərlə o Haniyan xətti adlandırdığı bir bölgə yarılaraq düşmənə bir dərs oldu və 2000-ə yaxın hektar ərazini işğaldan azad etdi. Sonradan Cənab Ali Başkomandanın rəhbərliyi altında düşmənin təxribatının qarşısı alınmaq məqsədi ilə düşmən 27 sentyabrda təxribat törətdi yenə. Düşmənin təxribatına qarşı əks hücumlar həyata keçirildi və bu əks hücumlar bizim qəhrəman şəhidlərimiz, qəhrəman qazilərimiz hər birinin qüvvəsi ilə, başda da Müzəffər Cənab Ali Başkomandan olmaqla işğalda olan ərazilərimiz 27 sentyabrdan başlayaraq işğaldan azad edildi. Və mən də onların bir bölgə üzrə rəhbəri olmuşam və sizlərə burada oturanların hər birinə deyirim ki, bax, bayaqlarsı burada bizim gözəl şagirdlərimiz hərbi geyində çıxış edənlər, mənim yanımda 18 yaşında bir əskər, çox döyüşçülər var. Bax, elə boyu burada çıxan bizim gözəl bağlar boyudur. Onun bir qəhrəmanlığını mən sizə danışım. Snayper sağdan, soldan vurur düşmənin. Biz çalışırıq ki, çıxaq qarşı tərəfə gedək. Bir də onun bir sevincisi ilə dediyi bir söz oldu ki, mən snayperin yerini gördüm. Geldi və silahı götürdü. Səngər tərəfə, sol tərəf istiqamətini irəlilədi. Və inanın ki, heç 15-20 dəqiqə keçmədən bu istiqamətdə onun atəşindən sonra sevincə girdi ki, vurdum. Vuraraq sevinç hissini gəlib bizlə bölüşməyi, yəni mən bunun sizə bir qısa hissəsini deyirəm ki, kiçik bir hissəsini. Və orada olan əskərlərimizin, zabitlərimizin, bizirlərimizin hər birinin qəhrəmanlıqları bizim gözlərimizin qarşısında olur. Bax, oradakı insanlar sizin əzizlərinizdir, doğmalarınızdır. Siz o qəhrəman övladların əzizlərisiz, bir qanı daşıyan şagirdlərsiniz. Mən inanıram ki, burada oturanlar hər biri bizim şəhidlərimizi, bizim üç rəhli bayrağımızı hər zaman baxıb, ona qürurla daha da uzaqlarda olması üçün şərt o demək deyil, siz hərbiçi sənətində olmalısınız, siz bu olmalıdır, general olmalısınız və yaxud nəsə. Ancaq siz olduğunuz hər bir sahə üzərə üç rəngli bayrağımızın uzaqlarda dalğalanması Azərbaycanı daha zirvələrə aparıb çıxartmasına verir. Və biləsiniz ki, Azərbaycan adını daşıyan bir insan olduğu yerdə, oturduğu yerdə, davranışı ilə, hərəkəti ilə elə bir nümunə göstərə bilər ki, o hər kəsdən fərqlənə bilər. Və mən üzr istəyirəm, mənim də öz övladlarım var. Mən hər zaman onlara bir söz deyirəm. Deyirəm ki, burada sizlərlə oxuyurlar. Yəni, yeni gəlsələr də sonradan onların davranışları. Mən onlara hər zaman bir şey çalışmışam, çatdıram ki, heç zaman fərqlənməyə çalışmıyorum. Fərqlilik insanları uçurma aparır. Yuxarıdan getmişlik insanları uçurma aparır. Çalışın ki, bax, bu kollektiv, bax, 39 nömrəli məktəb bir böyük ailədir. Yəni, şəhərdə olan məktəblərdən bir ailənin hissəsi buradır. Bir ailə, bir ölkə, bir kiçik ölkə sayılır ailə. Hər bir ailə öz buradakı olan nümunəsini göstərir. Hər kəs burada oturan şagirdlər öz davranışıyla öz familiyasını, öz soyadını daşıyan familiyasını daha uzalara aparır ki, gör filan kəsin övladı, filan kəsin uşağı necə fərqli. Şəhət o demək deyil ki,
onun savadı artıq olsun və yaxud hər kəsə bir verilə biləcək bir ağıl hissəsi var. O insanlar var ki, daha savadlı olur, ancaq heç bir idarəçili yoxdur. Onu qoyursan bir vəzifəyə, bir də görürsən halda təsirli olan nümayəndələrimiz daha yaxşı görür səni. Gözləntin başqa olur, ancaq nəticə olur. Ancaq ondan da bəlkə də zəif, hardasa biraz olan insanlar daha gözəl idarə etməni təşkil edir, daha gözəl kollektiv yaradır. İnsanlar onunla davranışıyla hər kəs onu oxşamağa çalışır. Ona görə mən buradan fürsətdən istifadə edib birinci bu hissəsinə keçdim və son olaraq fikrimi də çatdırmaq istəyirəm bu gənclərə ki, qəhrəmanlar, bax burada oturan insanların hər biri qəhrəmanlıq nümunəsi gələcəkdə göstərə bilən insanlardır. Üzümü gənc övladlara, əsasən də oğlanlara tuturam. Hər birimizin gələcəkdə ancaq apara biləcək bir yol varsa, sizin nümunəvi davranışınız, nümunəvi gələcəkdə atanıza, ananıza, əzilərinizə, doğmalarınıza nümunə olur. Mən bir Azərbaycan ordusunun silahlı qüvvələrinin bir əskəri kimi, bir generalı kimi bu günlər sizin bütün kollektivizə, bu zəfər günün qeyd olunması münasibətilə səmin qəşəm təbrik edirəm və arzuluyuram ki, başda müzəffər Cənab Ali Başkomandan olmaqla ölkəmiz qüdrəti günü-gündən ucalsın və ölkəmizin Cənab Ali Başkomandandan nümunə olaraq ona baxıb, ondan nəticələr çıxarsın. Bayaqlar Tahirə xanım yaxşı qeyd edədi. Böyük dövlətlər arasında bizim ölkəmiz xəritədə əgər baxsaq, görərsiniz ki, necə görünür. O görüntü altında olmağına baxmıyorlar, ancaq bizim ölkəmizin başçısını böyük dövlətlərin yanında ona sarı dönüb danışmaq və Azərbaycanın liderinin harada olmasından asılanaraq, hansı ölkədə olmasından asılanaraq həmən dildə danışması bu sizə bir örnək olmalıdır. Və yaxud, heç bir dünyada, mən hərbisi kimi deyirəm, heç bir dünyada bunu əminliklə deyirəm sizin qarşınızda, əminlikdir. Bunu da yadınızda saxlayasınız. Heç bir dünya ölkəsində bizim Cənab Ali Başkomandan kimi lider yoxdur. Hərbidən bilsin, siyasətdən bilsin, ölkənin iqtisadiyyatını irəli aparsın, uşaqla uşaq kimi, böyüklə böyük kimi, ziyalı ilə ziyalı kimi bütün dildə danışa biləcək Allah vergisi bizim müzəffər Cənab Ali Başkomandan verilmiş. Və mən sizin hər birinizi bu tədbirlə əlaqədar tarixlə başqa sizi olmaqla hər birinizə təbrik edirəm, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun. İndi isə sözü yazıcı publisist Türkçolog Günel Amel qızına verir. Əziz uşaqlar, hər birinizi salamlayıram. Mən bu məktəbdə artıq 3-cü dəfə qonağam və 8 il bundan öncə mən bu məktəbdə olanda yəqin ki, yuxarı siniflərdə oxuyan uşaqlar ilk siniflərdə oxuyurdu, orta və aşağı siniflərdə oxuyanlar isə hələ heç məktəbli deyildilər. Amma buna baxmayaraq, nəsillər dəyişir, amma həm məktəb rəhbərliyi, həm də ümumiyyətlə ölkəmizdə olan ab-hava, ruh qalır və mən çox sevinirəm ki, sizin məktəb direktorunuz Tahirə xanım necə ki 7-8 il bundan öncə bu məktəblə rəhbərlik edirdi və çox gözəl bir nəsil yetişdirirdi. Hal-hazırda da bu yolu davam elətdirir və mən Tahirə xanıma öz adından dərin təşəkkürümü bildirmək istəyirəm ki, həm belə gözəl bir axşam, belə gözəl bir tədbir təşkil edib, həm də belə ağıllı, tərbiyəli uşaqlar yetişdirir. Bu bizim gələcəyimizdir. Əlbəttə siz bilirsiniz ki, gənc nəsil, siz bizim gələcəyimizsiniz. Siz olmadan bizim gələcəyimiz yoxdur və siz də bunu anlamalısınız, bu məsuliyyəti
dərk eləməlisiniz. Çünki ölkə inkişaf edirsə, ölkədə baş verən hadisələr bütün dünyaya bəyandırsa, Azərbaycan isə indi dünyanın diqqət mərkəzindədir. Bu həm də sizdən və sizin gələcək təhsilinizdən, tərbiyənizdən, bu həyatda tutduğunuz mövqedən asılıdır. Əziz tədbir iştirakçıları, mən nə demək istəyirəm? Əslində, burada hər şey deyilir. Çox mükəmməl bir proqram təşkil elədiniz. Sağ olun hər biriniz, müəllimlər, yaradıcı heyət, uşaqlar. Həm bilirsiniz, tədbirlərin ruhu olmalıdır. Tədbirin ruhu olmayanda maraqlı olmur. Və bir saata, hətta bir saatdan artıqdır biz buradayıq, amma biz bir nəfəsə tamaşa elədik bu tədbirə və əlbəttə ki, buna görə əsas zəhmət sizin üzərinizə düşür. Zəhmət haqqında, bu gün haqqında çox sözlər deyildi. Tarix xanım da çox gözəl çıxış elədi. Həm bu gün haqqında fikirləri ilə bölüşdü, həm öz ailəsi ilə və ailəsində olan iki şəhid və qəhrəman haqqında danışdı. Mən Tarix xanımın ailəsini yaxından tanıyıram və bu ailənin həqiqətən Azərbaycanın bütövlüyü uğrunda, azadlığı uğrunda hansı qurbanlar verdiyi, hansı işlər gördüyünü özüm bilirəm və belə qəhrəmanlar sayəsində əlbəttə ki, Azərbaycan bugün bu şanlı qələbəni, bu zəfəri qeyd edir. Burada səslənən bir çox fikirlər, mənim də fikirlərimin əksidir və ona görə onları təkrarlamaq istəmirəm. Əlbəttə ki, biz bu günlərdə möhtəşəm qələbəmizi qeyd edirik, onun 5 illiyini qeyd edirik, böyük iftixarla, böyük qürur hissi ilə. 5 il necə keçdi, heç özümüz anlamadıq. İndinin özündə belə mən hərdən düşünürəm ki, həqiqətən bu xoşbəxtlik bizim nəslin payına düşüb, yaşayanların payına düşüb. Biz torpaqlarımızı 30 il düşmən tapdağı altında olan torpaqlarımızın azadlığını və bu günün sevincini yaşayırıq. Bu inanılmaz bir hisdir. Bilirsiniz, mən xatırlayıram ki, 5 il bundan öncə bu günlərdə cənab prezidentimiz televiziya ekranından deyəndə ki, Şuşa azaddır, mən qızımı necə qucaqladım və biz necə ağladıq. Halbuki mənim qızım 2000 il təvəllüdlüdür və o əlbəttə ki, 1-ci Qarabağ müharibəsini görməyib, bizim yaşadığımız o faciələri görməyib, işğal altında olan torpaqlarımızda olmamışdı öncələr. Amma biz uşaqlarımızı elə tərbiyə eləmişik ki, bizim uşaqlarımız da özümüz kimi bu torpaqları görməsə də, bu vətən həsrətini yaşayıblar bizlə bir yerdə. Ona görə sizin də hər biriniz yəqin ki, anlayır ki, vətən həsrəti və o yaşanılan illər bizim üçün bir Azərbaycanlı kimi damarında vətənpərvər qanun axan insan üçün nədir? Bu həsrətlə yaşamaq çox çətindir. Biz çox şeyləri yaşadıq, gördük, azadlıq hərəkatını gördük. Bizə qarşı dünyanın kör olduğunu gördük. Bir çox ədalətsizliklərlə qarşılaşdıq, danışdıq, yazdıq, çıxışlar elədik, bizi eşitmədilər. Dünya kar idi, dünya kör idi, bizi görmürdü, eşitmirdi, bilmək istəmirdi. Dünyada yalnız bir həqiqət var idi, qarşı düşmən tərəfin bir həqiqət var idi. Və bu dəhşətli bir illərdə yaşamaq nə qədər ağır idi, onu o vaxtı yaşayan biz bilirik. Yəni, cavanlar, bizim cavanlığımızın təsadüf elədiyi, həmin o 90-cı illərin əvvəlləri, bizim bir-bir rayonlarımızın işğal olunması, qaçqınlar, 2 milyon qaçqınımız var idi. Təsəvvür edirsiniz, balaca bir ölkə üçün, indi 10 milyondan biraz artıq əhalisi olan ölkə üçün onun 20% torpağının işğalı və 2 milyon qaçqını olması iqtisadiyyatı az inkişaf eləmiş, yeni bir formasiya keçmiş ölkə üçün bu nə böyük bir faciə idi. Amma biz bunların hamısını gördük, yaşadıq, qürurla bu illəri böyük bir dəyanətlə yaşadıq və keçdik və nə xoşbəxt bizə ki, Azərbaycanın Heydər Əliyev kimi ümumilli lideri oldu. Nə xoşbəxt bizə ki, onun davamçısı bizim möhtərəm prezidentimiz
cənab İlham Əliyev, Ali Baş Komandanımız bizim ölkəyə rəhbərlik etdi və bizi bu günə çatdırdı. Müzəffər ordumuzun sayəsində, bu ordunun cəsarəti, şücaəti, iradəsi sayəsində biz bugün bu şanlı qələbəni, bu günləri, bu fəxarətdə yaşayırıq. Nə xoşbaxt bizə. Mən istəyirəm ki, əziz uşaqlar, siz bunun fərqində olasınız, siz bunu anlayasınız. Nə qədər xoşbaxt olduğunuzu həqiqətən, ürəkdən anlayasınız və bu hisslə gələcəkdə də ləyaqətli vətəndaşlar və vətənpərvər şəxslər olasınız. Müstəqil mən burada dedim ki, siz gələcəyin nazirlərisiniz, çox sağ ol, götürəcəm bir dəqiqə. Siz gələcəyin çox böyük bəlkə də vəzifə sahiblərisiniz, amma hər şey vətənpərvərlikdən başlayır. Mən istəyirəm ki, siz ilk növbədə bu xalqın, bu dövlətin, bu ölkənin azadlığına qovuşmuş respublikanın vətənpərvər vətəndaşları olasınız. Bir daha bayramınız mübarək olsun, bizə zəfər, bizə qələbə, bizə sevinç yaraşır. Çox sağ olun. Bir şey əlavə edeyim. Mən sizin məktəbin kitabxanasına yaxınlarda nəşr olunmuş öz kitabımı hədiyyə eləyirəm. Adı Sərhədsiz Səmadır. Bu kitabda yalnız bizim qələbəmizə və Qarabağa həsr olunmuş əsərlər toplanır. Və burada bu kitabda QR kodlar var. Hər biriniz müasir uşaqlar, siz gənclərsiniz, siz bilirsiniz ki, QR kod nə deməkdir. Smartfonlarınızı o QR kodun üzərinə tuşlayıb, həmin videoları YouTube-da izləyə bilərsiniz və baxa bilərsiniz. Tahirə xanım, sağ olun, minnətdaram sizə. İndi isə sözü Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşı Tahirə xanım Əşrəfovaya verir. Hörmətli müəllimlər, şagirdlər, tədbir iştirakçıları, hepinizi salamlayıram. Bugün biz burada qələbəmizi, zəfərlərimizi qeyd edirik. Təşəkkür edirəm Tahirə xanıma dəvət edirəm. Şagirdlərə təşəkkür edirəm. Çox gözəl tədbir təşkil edirlər. Çox maraqlı edir. Zəfər günümüzün münasibəti ilə hər bir cürətdən təbrik edirəm. Günümüzü Ali Baş Komandanımıza, könüllü olaraq orduya yollanan şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar öz canı, qanı bağışına düşünmədən döyüşlərdə iştirak etdilər. Allah hamısına rəhmət eləsin, ruhları şad olsun. Təşəkkür edirəm. Sağ olun. Sözü məktəbimizin məzunu, Vətən Müharibəsi şəhidi İlqar Əliyevin oğlu Vəli Vəlizadəyə verir. Hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, əvvəlcə hər bir tamamlayıram. Bildiyiniz kimi, vətən sevgisi, vətənə sədaqət və milli və mədəni işlər birinci ailədə gənclər başlanır, sonra isə məktəbdə. Bugün mən həm bir şəhid övladı, həm də bu məktəbin məzunu olaraq deyə bilərəm ki, 39 nömrəli məktəb hər zaman bu mövzuda hamıya nümunə olub. Bu səbəbdən məktəbimizin direktoru Tahirə xanıma və bütün məktəb kollektivinə özəl minnətdarlığımı bildirirəm. Mən müharibə dövründə atamla çətinliklə də olsa əlaqə saxladıqda, atam hər zaman yalnız irəli ilərlədiklərini deyirdi və mən onun səsində hər zaman inan, sevinç və fərəh hissini duydum. Bu, ondan qaynaqlanır ki, bugün bizim ordumuzun hər bir zabitinin, hər bir əsgərin ürəyində vətən sevgisi var idi. Onlar öz ali baş komandanlarına inanırlar. Onlar öz xalqına inanırlar. Və bu bizi zəfərə aparan başlıca yol idi. Bugün Azərbaycanın hər bir bölgəsində 3 rəngli şanlı Azərbaycan bayrağı dalgalanır. Bugün biz gənclər
hər zaman şəhidlərimizdən bizə əmanət qalan bu şanlı yolu özümüzə əsas misiya seçərək şanlı bayrağımızı zirvələrdə dalğalandırmağı özümüzə borc bilməliyik. Əziz gənclər, bugün vətənə xidmət sadəcə hərbi xidmət deyil, eyni zamanda siz müxtəlif fən olimpiyadalarında iştirak edərək, müxtəlif mədəniyyət, idman sahələrində iştirak edərək bayrağımızı zirvələrdə dalğalandıra bilərsiniz. Yaşasın müstəqil, azad və suveren Azərbaycan. Çox sağ olun. İndi isə sözü layihə rəhbəri, tarix müəllimi Tanrıverdiyeva Günləri müəllimə verir. Değerli qonaqlar, əziz şagirdlər, müəllimlər, valideynlər, bu gözəl gündə hamımızı görməyə çox şadam. Bayramımız mübarək. Bu zəfəri biz 30 ilə qədər gözləmişik və bugün bu zalda əyləşənlər bu böyük qələbəni, bu böyük təntənəli canlı şahidi olurlar. Buna baxmayaraq, bugünkü tədbirdə biz daha çox həmin dövrün video materiallarından istifadə elədik ki, o təntənəni, o qələbəni sizinlə yenidən bir yerdə qeyd edək. Çünki bizim məktəbimiz, uşaqlar, valideynlər həmişə inanıblar ki, nəhayət biz qalib edirik. Və istərdim ki, o Səs Salam filmin afişasına müraciət edəsiniz bir dəqiqəlik, zəhmət olmasa. Orada baxın uşaqlar necə afişa çəkiblər ki, Bakı Xankəndi qatarı. Bu afişa, bu film 2017-ci ildə çəkilir. Ancaq artıq o vaxtdan biz böyük ümidlə yaşayırdıq ki, nəhayət bizim qatarımız ora çatacaq. Necə ki, çatdı. Bax, görün necə uşaqların dili ilə, uşağın dili ilə deyirlər, həqiqət danışır. Belə də oldu. Və bugünkü tədbirdə hamı böyük həyəcanla, hamı böyük sevinclə qatılıb. Və demək olar ki, məktəbin bütün sinifləri burada iştirak edib. Birbaşa, yəni səhnədə çıxış edənləri təkcə saysam, görün nə qədər sinif olur. 8C, 8D, 9B, 9A, 10A, 10B, 10C və 11A ilə B. Və qalanları da hamısı bizə mənəvi dəstək yaradıblar. Rəsim çəkiblər, sen hazırlayıblar və başqa işlər görürlər. Və təbii ki, hamıya təşəkkürümü bildirirəm, siniflərin sinif rəhbərlərinə təşəkkürümü bildirirəm, başqa direktorumuza təşəkkür bildirirəm ki, bizə bu layihəni tapşırdı, biz işlədik, belə qürurla, sevinclə. Valideynlərimizə təşəkkür edirəm ki, çünki hər zaman onlar bizə dəstək oldular. Bizim hər bir işimizdə valideyn, məktəb, müəllim, şagird, yəni bu birlik əsasında işlər görülür və məzunlarımız da sağ olsun, onlar da həmişə bizə əl tutu iştirak edir və bugün də həmin o filmdə çəkilən məzunlar gəlib, hamı layiqli yer tutublar, bilmirəm indi hansı, kim iştirak edir? Yer var da, bu yolda yer var, qalq ayağa, gəlin birdən. Oradan Məsrimin nişanlısı olan, çox istəyərək Kökünaya baxasınız. Biz yurtda yerləşmişik. Məsrimin nişanlısı olan yəyə vardı. Çox gözəl oldu. Həm operator idi, həm və müəllimdir. Bizim şagirdlərimiz, bala kişilər buradadır. Taptıq, bala kişinin dostu. Və mən Günləri müəllimiyəm. İştirak edən hər bir şagirdimdə. Dinləyən hər bir şagirdimizə, gələn qonaqlarımıza öz dərin minnətdarlığım bildirir. Biz nə qədər bu böyük zəfərdən danışsaq, əziz balalarım, nə qədər desək azdır. Bu zəfəri qəlbinizlə yaşayın, qəlbinizlə. Onda o zəfəri dərk edəcək. Sağ olun, təşəkkür ederim.